Salam əziz dostlar. Bugün səni çox dərin və şəfalı bir səyahətə dəvət edirəm. Bu çalışma ana ilə olan bağını şəfalandırmaq, içində qalan inciklikləri və acıları, deyilməmiş sözləri və hissləri sevgi ilə azad etmək üçündür. Bəlkə də bu günə qədər yaşadıklarının bəziləri səni çox incidib. Amma bil ki, bu həyatda heç nə səbəbsiz deyildi və ananın da sənin həyatına təsadüfən seçilib gəlməyib. Onunla yaşadığın hər bir təcrübə sənin ruhunun inkişafı, anlayışı və oyanışı üçün bir yol idi. Bəzən bu bağ yalnız bir həyatla məhdudlaşmır. Keçmişdən, fərqli zamanlardan həll olunmamış duyğular və təcrübələr bu münasibətdə özünü göstərə bilər. Və indi sən buradasan. Bu bağı anlamaq, şəfalandırmaq və azad olmaq üçün. Və bu an özünə icazə ver. Buraxmaq, yüngülləşmək və sevgi ilə dönüşmək üçün. İndi sadəcə rahat bir mövqe al, bədənini boşalt və özünü bu şəfa enerjisinə təslim et. Bu səyahətdə sən tək deyilsən. Sevgi səni qoruyur və şəfa artıq başlayır. İndi heç kimin səni narahat etməyəcəyi sakit bir yerdə otur, yaxud uzan. Bədənini son dərəcə rahat olsun. Ayaqların, tabanların yumuşalsın. Bütün vücudun rahatlasın. Qolların, çiyin əzələlərin rahat vəziyyətə keçsin. Heç bir şey etmək məcburiyyətində deyilsən. Sadəcə gözlərin bağlı, burada olmağın yetərli. Dərin bir nəfəs al. Hər nəfəs aldığında dünyanın sevgi dolu duyğularını qəlbinə yerləşdir. Və hər nəfəs verdiyində daxili gərginliyin və yükün səndən uzaqlaşsın. Yenidən dərin bir diafram nəfəsi al və yavaşca burax. İndi xəyal gözünlə qarşında təxminən 2 metr məsafədə ananın təsvirini canlandır. Sadəcə xəyal etməyin yetərli. Onun üzünə baxaraq sevgi ilə yumuşaq bir təbəssüm göstər və qəlbindən ona belə de. Sevgili anam, mən indi öyrəndim ki, bu dünyada sənin mənim anam olmağın heç də boşuna deyilmiş. Təkamüldə irəli səviyyəyə gedə bilməyim üçün səndən öyrənəcəyim dərslər və təcrübələr yolunda mənim üçün ən doğru ananın məhz sən olduğunu. Bu andan etibarən bugünə qədər yaşanmış mənfi enerji bağlarının şəfalanmasına, bütünün ali xeyrinə qərar verdim. Sevgili anam, bütün yaşamlar boyu, bütün məkanlarda, bütün zamanlarda, bütün ölçülərdə, frekanslarda, harada səni incitmişəmsə, harada səni qınamışamsa, harada sənin haqqına girmişəmsə, harada malına, mülkünə toxunmuşamsa, harada sənə ziyan vermişəmsə, harada zəhmətinə dəyən hər hansı bir enerji yaratmışamsa,
bütün bunların hamısını bu anda ve bütün anlarda sonlandırıram. Bütün zamanlarda, bütün məkanlarda, bütün qatlarda, bütün səviyyələrdə hamısını bağlayıram, neytrallaşdırıram və ilahi işığa təslim edirəm. İndi mənimlə birlikdə bu sözləri söylə. Tövbə əstəğfirullah, tövbə əstəğfirullah, tövbə əstəğfirullah. İndi dərin bir nəfəs al, nəfəsini yavaşca ver. İndi mənimlə birlikdə ananın üzünə sevgi ilə baxaraq bu sözləri söylə. Sevgili anam, hər şeyə görə səndən üzr istəyirəm. Lütfən məni bağışla. Səni sevirəm. Təşəkkür edirəm. Səndən üzr istəyirəm. Lütfən məni bağışla. Səni sevirəm. Təşəkkür edirəm. Səndən üzr istəyirəm. Lütfən məni bağışla. Səni sevirəm. Təşəkkür edirəm. Səndən üzr istəyirəm. Lütfən məni bağışla. Səni sevirəm. Təşəkkür edirəm. Səndən üzr istəyirəm. Lütfən məni bağışla. Səni sevirəm. Təşəkkür edirəm. Səndən üzr istəyirəm. Lütfən məni bağışla. Səni sevirəm. Təşəkkür edirəm. Səndən üzr istəyirəm. Lütfən məni bağışla. Səni sevirəm. Təşəkkür edirəm. İndi dərin bir nəfəs al və öz qəlbinlə, ürək nahiyəndən ananın qəlbi arasında qara rəngdə negativ bir enerji bağının olduğunu xəyal et. Və sonra başının 2 metre yuxarısında böyük bir parlaq ilahi işığın olduğunu gör. Və bu ilahi işıqdan sanki bir lent üzərində axırmış kimi sənin taç çakrana doğru o ilahi işığın süzülərək sənin taç çakrandan içəri axdığını hiss elə. Bu ilahi işıq taç çakrandan qəlbinə doğru indiyini xəyal elə. Və bu işığın qəlbinə qədər gələrək qəlbində böyük bir parlaq işığın yarandığını hiss elə. Bu işıq çox mərhəmətlidir. Bu işıq çox yumuşaqdır, sevgi doludur. İndi qəlbində toplanan bu işığı sənin qəlbindən ananın qəlbinə doğru o qara bağın üzərindən göndər. Bu ilahi işıq sənin qəlbini, sənin qəlbində olan bütün inciklikləri, bütün deyilməmiş sözləri, hissləri tamamilə sevgiyə dönüşdürərək həmin qara lent üzərində anana doğru, ananın qəlbinə doğru axaraq getməyə başladığını gör. İşıq lentə toxunduqca həmin qara bağın rəngi işıqlanmağa,
parıldamağa və şifalanmağa başladığını görürsən. Bu qara enerji bağının rəngi tədricən açılmağa, şəffaflaşmağa, parlaq qızılı rəng almağa başladığını gör və hiss elə. İşıq davamlı sənin taç çakrandan qəlbinə doğru axan işıq ananın qəlbinə doğru getdikcə bu enerji bağı müsbət enerji ilə dolur. Və bu işığın ananın qəlbindən bütün bədəninə dalğa-dalğa yayıldığını gör. Və bu ilahi işıq ananın qəlbini və bütün vücudunu nurla doldurduğunu görürsən. Anan işıqla dolduqca onun üzünün necə nurlandığını və enerjisinin yüngülləşdiyini hiss edirsən. Və o işığın içində ananın kölgəsinin işıqla yüksəlib nur içində süzülərək getdiyini xəyal et. Və bu işıq ilahi qaynağa doğru süzülərək getdiyini müşahidə elə. Son olaraq qəlbində ona belə de. Sevgili anam, hər şey üçün təşəkkür edirəm. Səni sevirəm, səni sevirəm, səni sevirəm. Və bu qədər və bir qədər burada bu enerjidə qalmağa çalış. Hazır olduğunda yumuşaq şəkildə öz təbii vəziyyətinə dönə bilərsən.